informasiyanın ölçü vahidlərinə baxaq. Biz informasiyanın kodlaşdırma anlayışından tanış olmuşduq və kod anlayışı dedik ki, nədir? İnformasiyanın müəyyən simvollarla əvəzləməsi deməkdir. Və bu simvollar şəklində göstərilməsi də, hər hansı kodla göstərilməsi də kodlaşdırmadır. Kod açma nədir? İnformasiyanın deşifrlənməsi, yəni əvvəlki vəziyyətə qaytarılmasıdır. Biz bilirik ki, hər bir kəmiyyətin ölçü vahidi var və informasiyanın da ölçü vahidi bitlər, baytlar, kilobaytlar, megabaytlar, gigabaytlar, terabaytlar və s. bunlardır. Bunların hər biri ilə tanış olacağıq. İlk olaraq biz oyuq anlayışından tanış olaq. Oyuq nədir? Kodlaşdırılmış informasiya kompüterin yaddaş qurğusunun oyuq adlanan hissəsində yerləşdirilir. Yəni burada saxlanılır və burada 0 və 1-lərdən ibarətdir. Yəni bunu bir bina kimi təsvir eləsək, sanki binanın hər mərtəbəsində 0 və 1-ləri istənilən formada düzmüşəm. Bu mənim artıq informasiyamın 0 və 1-lər şəklində təsvir formasıdır. Bunlar ikilik mərtəbələr adlanacaq. 0 və 1-lər isə ikilik kodlar adlanacaq. Yəni ikilik kod dedikdə biz 0 və 1 nəzərdə tutacağıq. İndi bu ikilik kodu mən bu şəkildə yazsam, kodumun uzunluğu neçə olacaq? 6 olacaq. 6 bit olacaq. Bundan əvvəlki dərsdə biz kodlaşdırma anlayışına tanış olanda dedik ki, kodların hər biri, 0 və 1-lərin hər biri 1 bit, yaddaşda 1 bit yeri tutur. Və kodun uzunluğu da saysaq 1, 2, 3, 4, 5, 6 olduğuna görə bu yaddaşda 6 bit yeri tutacaq. Ümumiyyətlə, yaddaş qurğusunda yazıla bilən informasiyadakı bitlərin sayı adlanacaq informasiyanın həcmi. İnformasiya prosesor adlanan yaddaş qurğusunda emal olunur. Və prosesor həm emal qurğusu, həm də yaddaş qurğusu kimi hesab edilir. Burada oyuqlar var və oyuqların hər biri də registrlar adlandıracağıq. Əgər məsələn 8 mərtəbəli registr desək, yəni 8 bit nəzərdə tutacağıq. 32 mərtəbəli registr dedikdə isə 4 bayt və yaxud da 32 bit nəzərdə tutacağıq. Bəs niyə 4 bayt olur? Çünki 1 baytımız 8 bitə bərabərdir. İndi sizdən soruşsa ki, elementar ölçü vahidi nədir? Deyəcəksiniz ki, bitdir. Əsas ölçü vahidi baytdır. Məntiqi bölünməyən ölçü vahidi deyəcəksiniz ki, bitdir. Bit çox kiçik olduğundan biz baytdan istifadə edirik. Yəni əsas ölçü vahidi kimi baytlardan istifadə edəcəyik və həcmin artması bitdən bayta keçiddir, baytdan kilobayta, megabayta keçiddir. İndi bu sıranı bu cədvəldə daha aydın görək. Ölçü vahidləri arasında uyğunluq cədvəlidir buradakı cədvəlimiz. Baxın, bu nə demək ki? Biz dedik ki, bir bitimiz, daha doğrusu bir baytımız 8 bitə bərabərdir. İndi cədvəldə 1 bayt olan hissəyə baxıram və bunun bit ilə kəsişmə nöqtəsi baxın. Bu hissədə. Bura nə düşdü? 2/3 qiyməti. Yəni 1 baytım 8 bitə bərabərdir. 1 kilobaytım 210 baytdır. Baxın, yadda saxlayın. İndi gəlin Paint-də baxaq. Baxın, bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt, exabayt, zettabayt. Bax, bu sıranı imtahanda da yazın. Sonra nə edirik? Bunlar arasında indi mən sizə əlaqəni deyirəm. Baxın, baytdan bitə gələndə 8-ə vurmaq lazımdır. Bitdən bayta gələndə 8-ə bölmək lazımdır. Məsələn, birinciyə, məsələn deyək, 80 bit neçə baytdır? Bitdən bayta necə gəlirəm? Baxın, bitdən bayta düşürəm. Bölməni, vurmanı yadda saxlamaq üçün mən qısaca belə deyirəm. Əgər bu sırada aşağı düşürəmsə, bölürəm. Baxın, buradakı ü ilə, buradakı ü-nü yadda saxlayın ki, düşürəm. Yəni, pləkanı düşürəm. Bir də var, buradan yuxarı qalxıramsa, vururam. Baxın, görürsünüz, bunda incə hərf yoxdur, bunda da incə hərf yoxdur, ancaq qalın hərflərdir. Onda qalxıramsa, vuracam. Düşürəmsə, böləcəm. Yəni ki, yadda qalar, buradakı U hərfləri ilə də, daha doğrusu A hərfindən də yadda saxlaya bilərsiniz. İndi gəlin, bir neçə nümunəyə baxaq. Əvvəlcə bit və bayt arasındakı. Dedim ki, 80 bit neçə baytdır? 80 bitin neçə bayt olduğunu tapmaq üçün bitdən bayta gələndə düşürəm. Onda nə edirəm? 80-i bölürəm 8-ə. Nəticədə alıram ki, 10. 10 bayt. Yəni 80 bitin bərabərdir 10 bayta. İndi tərsinə olsun. Desin ki, 3 baytım neçə bitdir? Yadda saxlayın. Baytın qısaldılmışın boyu yazırlar. Bitin qısaldılmışı yoxdur. Bit elə bitdi. Elə bölünməzliyin də burada yadda saxlayın ki, bölünməz deyəndə bit götürür. Çünki biz yazanda da onu qısaldılmış şəkildə yaza bilmirik. 3 baytım neçə bitdi? Baytdan bitə gəlirəm. Yuxarı qalxıram. Qalxıramsa nə edirəm? Vururam. 3-ü vururam 8-ə. Beləcə 24 bit. Yəni 3 baytım 24 bitə bərabərdir. İndi digərlərinə baxaq. Bu hissəni artıq silim. Digərlərində isə qayda necədir? Baytdan başlayaraq hər biri arasında düşərkən, aşağı düşərkən 2 üstü 10 qədər fərq olacaq. Yəni
2 üstü 10-a nə edəcəm? 2 üstü 10-a düşürəmsə, 2 üstü 10-a gəlin bu düşüşləri bu yana da yazım. Qarışmasın, çünki digərini biz belə yazdıq. Demək, buradan bura düşürəm. Düşürəmsə, 2 üstü 10-a böləcəm. Yox, əksinə, qalxıramsa, iki üstü 10-a vuracam. Vurulsun 2 üstü 10. İndi gəlin bir nümunəyə baxaq. Məsələn, 2 üstü 12 bayt neçə kilobaytdır? Yazıram 2 üstü 12. Baytdan kilobayta gəlirəm. Sıra yadıma düşür ki, bit, bayt, kilobayt, megabayt, gigabayt və s. Bit, bayt, kilobayt. Bayt, kilobayt. Aşağı düşürəm. Aşağı düşəndə nə edirəm? Bölürəm. Neçəyə bölürəm? 2 üstü 10-a. Çünki bir dənə düşdüm aşağı. Bir dənə 2 üstü 10-a bölürəm. Onda o da olur. Baxın, 2 üstü 10 üstü 1 yazıram. Çünki bir dənə düşmüşəm. Bir plekan düşmüşəm. Bu da olur 2 üstü 12 bölünsün 2 üstü 10. Əsaslar eyni olanda üstlər çıxılır. Olur 2 üstü 12 çıxılsın 10. 2 üstü 2. Bu da eləyər 4. 4 kilobayt. Yəni 2 üstü 12 baytım 4 kilobayta bərabərdir. Və yaxud bu dəfə fərqli yazaq. Yazaq 4 megabayt neçə kilobaytdır. Onda nə edirəm? Sıra yadıma düşdü. Bit, bayt, kilobayt, megabayt. Megabaytla kilobayt. Kilobayt megabaytdan yuxarıdadır. Onda mən megadan kiloya getmək üçün yuxarı qalxmalıyam. Qalxanda nə edirəm? Vururam. Bir dənə plekan qalxıram. Olur 2 üstü 10 üstü 1. Yəni bir dənə plekan. Bir dənə 2 üstü 10 qalxıram. Onda 4'ü vururam 2 üstü 10'a. Bu da eləyir neçə? 4 vurulsun. 2 üstü 10. Ya burada 4'ü 2-ci qüvvət şəklində əvəzləyin. Yəni 2 üstü 2 yazın. İndi variantlara baxın da. Əgər variantlar 2-ci qüvvət şəklindədirsə, 2-ci qüvvət şəklində çevirmək lazım. 4'ü yazaq 2 üstü 2. Vurulsun 2 üstü 10. Bu olsun 2 üstü 12. Yox, variantlar adi ədəd şəklindədirsə, onda belə yazırıq. 4 vurulsun 2 üstü 10, 1024'dür. 1024 yazıram. 4'də 1024'də vururam. 4 vur 4, 16 bir yadda, 9, 4096. Cavab olur 4096 kilobayt. Yəni çevirmələr bu şəkildə olur. İndi başqa birini də baxaq. Məsələn, bu dəfə qarışıq bir çevrilməmiz olsun. Olsun belə. 80 ya da belə eləyək. 8192 gigabayt. Neçə olsun, neçə kilobaytdır. Və yaxud da gəlin belə yazaq, biraz qarışıq yazaq. 2 üstü 30 gigabayt neçə kilobaytdır. İndi sıra yadıma düşür ki, bit, bayt, kilobayt, megabayt, gigabayt. Kilobayt, megabayt, gigabayt. İndi kilobaytdan gigabayta düşəndə düşürəmsə nə edirəm? Bölürəm. Bəs neçə dəfə düşdüm? 1 düşdüm, 2 düşdüm, 2 dəfə düşdüm. Onda 2 üstü 30'u böləcəm 2 üstü 10 üstü 2-yə. Və yaxud da 10, 20. 2 üstü 20-yə böləcəm bir dəfəlik. 2 üstü 30 bölünsün 2 üstü 20. Bu da eləcək 2 üstü 10 kilobayt və yaxud da 1024 kilobayt. Bu qədər. Çevirmələr yəni bu qədərdir. İndi test üzrə də izahını verəcəm.